Salam, hər vaxtınız xeyir. Mən bugünkü videoda sizə birinci mühazirəmiz olan matrislər və determinantlar mövzusundan olan test suallarını izah edəcəm. Bəzi sualları geniş izah edəcəm, bəzi ona analoji olan sualları isə daha qısa yolla izah etməyə çalışacağım ki, daha çox vaxtımız getməsin. Birinci sualımız aşağıdakı təkliflərdən hansı doğrudur deyə soruşulur və bu verilən cavablar determinantın xassəsini ifadə edən cavablardır. Yalnız birinci cavab düzgündür. Determinantın bütün sətirlərinin yerini uyğun nömrəli sütunlarla dəyişsək, alınmış determinantın qiyməti dəyişməyəcək. İkinci sualda isə birinci sətri istisna olmaqla determinantın hər sətrindən əvvəlki sətri çıxsaq, determinantın qiyməti necə dəyişər? Dəyişməz. Biz bu zaman determinantı hesablamaq üçün daha rahat olsun deyə bəzi sətirləri bəzi sütunlardan çıxa bilirik və ya müəyyən elementə vurub digər sətri və ya sütun üzərinə əlavə edə bilirik. Yəni bunlar hamısı determinantın xassəsi olduğuna görə burada heç bir qiymət dəyişkənliyi baş verməyəcək. Aşağıdakı hallardan hansında determinant dəyişmir? Birinci sətirdən ikinci sətri çıxdıqda cavab belədir. Bu yenə də determinantın xassəsinə əsasəndir. Determinantın qiyməti o zaman dəyişməz ki, biz hər hansı bir sətirdən digər sətir elementlərini çıxaq. Eyni ilə bunu sütuna da şamil edə bilərik. Hər hansı bir sütun elementindən digər sütun elementini çıxa bilərik və ya toplaya bilərik. Və ya hər hansı sətri bir ədədə vurub digər sətrin üzərinə gələ bilərik. Eyni ilə sütunu hansısa bir ədədə vurub digər sütun üzərinə gələ bilərik. Bunlar hamısı determinantın xassələridir və doğru soruşulan suallarda bu xassələri ödəyən cavabları götürürük. Dördüncü sual aşağıdakı təkliflərdən hansı yanlışdır? İki sətrin mütənasib olan determinantın qiyməti sıfırdan böyükdür. Yanlışdır ona görə ki, iki sətri mütənasib olan determinant sıfıra bərabər olmalıdır. Bu da determinantın xassəsidir. N tərtibli determinantın qiyməti nə zaman sıfıra bərabər olar? Düzgün cavab olaraq bir sütunu yalnız sıfırlardan ibarət olarsa. Bunu yenə deyirəm, biz sətrə də şamil edə bilərik. Determinantın hər hansısa bir istənilən bir sətri və ya istənilən bir sütunu sıfırlardan ibarətdirsə, bu determinantın qiyməti sıfıra bərabərdir. Bundan əlavə olaraq determinantın iki eyni sətri varsa və ya iki eyni sütunu varsa, yenə determinantın qiyməti sıfıra bərabər olar. Determinantın hər hansı iki sətri və ya iki sütunu mütənasib olarsa, yenə də determinantın qiyməti sıfıra bərabər olar. Bunlar determinantın, yenə deyirəm, xassələridir. N tərtibli determinantın bütün elementlərinin işarəsini əksinə dəyişsək, N tərtibli determinant necə dəyişər? Determinantın qiyməti -1 üstü N-ə vurulmuş qaydada olar. Bunu hər hansı bir matris götürüb determinantı hesablayıb və elementlərin işarəsini dəyişəndən sonra da determinantı hesablayıb yoxlamaq olar. Matrislər və determinantlar mövzusuna aid olan 7-ci test sualını izah edəcəm. A parametrin hansı qiymətində A matrisi üçün A kvadrat bərabər Y bərabərliyi ödənir? A kvadrat A matrisinin özünün özünə hasilini ifadə edir. Y isə vahid matrisdir. Vahid matris baş diaqonal elementləri vahid olub, yerdə qalan elementləri isə bütün hamısı sıfıra bərabər olan matrisə deyilir. Burada əgər bizim Y matrisimiz, deməli, əgər Y matrisi vahid matrisdirsə, yəni baş diaqonal elementlərində bir, yerdə qalan elementləri sıfıra bərabərdirsə, onda elə A matrisi də vahid matrisdir deyə bilərik. Vahid matrisi öz-özünə vursanız, yenə də vahid matrisi alınacaq. Və verilmiş sizə A matrisinin vahid matris olması üçün, deməli, A-nın qiyməti nəyə bərabər olar? Elə sıfıra bərabər olar. Bu da bizim doğru cavabımızdır. Yəni, burada matrisin vurulmasını istifadə etməsək də olar. Matrisin vurulmasını mən digər növbəti testlərdə izah edərək qaydanı tam geniş göstərəcəm. 8-ci sual aşağıdakı təkliflərdən hansıları doğrudur? Baxaq, hansıları yanlışdır və niyə yanlışdır? Bu zaman doğruları da müəyyən edə biləcək. Determinantın iki sətrinin yerini dəyişdikdə onun qiyməti dəyişmir. Yox, dəyişir. Determinantın iki sətrinin yerini dəyişsəz, onun işarəsi dəyişər. Determinantın iki eyni sətrə malik olduqda determinantın qiyməti sıfıra bərabərdir.
Bu doğrudur. Biz bunu zaten yuxarıdakı testlərdə də demişdik. 2 eyni sətrə və ya 2 eyni sütuna malikdirsə, determinantın qiyməti 0-a bərabərdir. Çünki biz determinantın sətrindən sətrini çıxa bilərik və bu iki eyni sətri bir-birindən çıxsaq, deməli, sətrin birini tamamilə sıfırlardan ibarət elementlər alarıq və xassəyə də əsasən bilirik ki, əgər determinantın hər hansısa bir sətr elementləri tamamilə sıfırlardırsa, onda bu determinantın qiyməti sıfırdır. Bazis sətirləri xəttə asılıdırlar. Bazis sətirləri xəttə asılıdır, yox, xəttə asılı deyil olmalıydı. Matrisin ixtiyari sətri onun bazis sətirlərinin xətti kombinasiyasından ibarətdir. Bu doğrudur. En tərtibli determinantın sıfıra bərabər olması üçün zəruri və kafi şərt determinantın sətirlərinin xətti asılı olmasıdır. Bu da bizim doğru cavabımızdır. Və bunun əksi olaraq, əgər hansılar doğru deyil deyirsə və biz doğru olmayanları da izah etdik. Birincisi səhv idi, çünki qiymət dəyişir və üçüncü təklif səhvdir, xətti asılıdır, yox, asılı deyil olmalıydı. Və analoji sualda səhv etmirəmsə, burada isə neçəsi doğru deyil deyir. Birinci və üçüncü səhv olmaq şərti ilə ikisi doğru deyil. Alfanın hansı qiymətində determinant sıfıra bərabərdir? İki ölçülü determinantın hesablanması qaydasını göstərək. İki ölçülü determinantı hesablamaq üçün uyğun olaraq baş diaqonal elementləri bir-birinə vurulur. A1-1, A2-2-yə vurulacaq. Çıxılsın, daha sonra isə yan diaqonal elementləri A1-2, A2-1-ə vurulub çıxılmalı. Yəni qısa olaraq çarpaz vurub çıxa bilərik, deyə bilərik. Deməli, 1-i 25-ə vuracam, 25 eləyir, çıxılsın, alfanı da 5-ə vurmaq lazımdır. 5 alfa. Determinantın qiyməti 0-a bərabərdirsə, deməli, bu tənliyi həll etsək, alaraq ki, alfanın qiyməti 5-dir. Daha sonra 12-ci sual. Hasili tapın. Bunu mən matrislərin vurulmasını burada sizə geniş şəkildə izah etmək istəyirəm. Matrisləri ümumiyyətlə bir-birinə vurmaq üçün hansı şərt ödənməlidir? Birinci matris digəri ikinci matrisə vurulması üçün birinci matrisin sütunlarının sayı ikinci matrisin sətirlərinin sayına bərabər olmalıdır. Yəni AMN ölçülü matrisi BN vuraq K ölçülü matrisə vura bilərik. Çünki birinci matrisin sütunlarının sayı ikinci matrisin sətirlərinin sayına bərabərdir. Və bu zaman bizim alacağımız hasil matrisi M vurulsun K ölçülü olacaq. Birinci matrisin sətirləri, ikinci matrisin sütunları sayı ölçüsü formasında olan bir hasil matrisi alırıq. Burada bizim verilən matris 2 vur 2 ölçülü, digəri də 2 vur 2 ölçülü olduğuna görə bizim hasil matrisimizdə 2 vur 2 ölçülü olmalıdır. Yəni bizim axtardığımız elementlər S11, S12, S21 və S22. Biz 4 dənə element axtarırıq. Gəlin onları bir-bir sizlə tapaq. Deməli, S11 elementini tapmaq üçün ilk növbədə hansı elementi axtarırsınızsa, o elementin sətr indeksi birinci verilən matrisin sətri olaraq götürüləcək. Sütun indeksi isə, yəni hansı sütunu götürməlisinizsə, ikinci vuruq matrisinin sütunu olaraq götürülməlidir. Yəni birinci matrisin birinci sətrini, ikinci matrisin birinci sütununa vurub toplamaq lazımdır. 3-ü 4-ə üzərinə gəlinsin, 7-ni də 3-ə vurub toplayırıq. 12, 21. Cavab oldu 33. Birinci elementimiz 33'dür. Mən bu misalı tamamlamadan baxmaq istəyirəm cavablara. Görüm 33 ilə olan mənim neçə cavabım var. Birinci elementim 33'ə bərabər olan yalnız bir dənə düzgün cavab var. Əslində deyə bilərəm ki, yəni testim tamamlandı. Yəni test olaraq mən artıq düzgün cavabı tapmışam. Birinci elementi 33 olan test düzgündür. Amma ümumiyyətlə vurmanı tam şəkildə izah etmək üçün bu sualı tamamilə tamamlamaq istəyərdim. Digər sualları yenə deyirəm, yəni üzərində çox dayanmayacağım. Əsasən bir sual üzərində vurma qaydasını tam şəkildə izah etmək istəyirəm. S1 elementini tapmaq üçün, 1-2 elementini tapmaq üçün dediyimiz qaydaya əsasən birinci sətir birinci matrisin sətrini, İkinci indeksi isə ikinci matrisin sütununu ifadə edəcək. Deməli, mən bu zaman birinci sətri vurmalıyam
Baxın, birinci matrisin birinci sətrini ikinci matrisin ikinci sütuna vurmalıyam. Çünki S1-2 element axtarıram. Gəlin bura. 3'ü vururam -1'ə. Üzərinə gəlinsin. 7'ni də vurmalıyam 2'yə. Bərabər. -3 üstə gələk 14 bərabərdir 11. Deməli, tamamilə düz tapmışam əslində. Yəni, cavab zaten də odur. Amma davam edək, o birisi elementlərinin tapılmasını göstərim. S2-1 elementini bu zaman axtarıram. İkinci sətir, birinci sütun elementini. Deməli, bu zaman birinci matrisin ikinci sətrini, ikinci matrisin birinci sütununa vurub toplamalıyam. 1'i 4'ə vurmaq lazımdır. Üzərinə gəlinsin, -3'ü də 3'ə vurmaq lazımdır. Hesablayaq. 4 çıxılsın 9 bərabərdir -5. Elementi də tapdıq və nəhayət sonuncu elementimizə baxaq. Sonuncu elementimiz bizim S2-2 elementidir. S2-2 ikinci sətir və ikinci sütun elementi olacaq. İkinci sətir və ikinci sütun elementi. Bu hansı elementlərdir? İkinci sətrin birinci elementi 1, ikinci sütunun birinci elementi isə -1'dir. Vururuq, üzərinə gəlirəm. İkinci sətrin birinci elementi -3, ikinci sütunun ikinci elementi isə 2'dir. Bir-birinə vuraq, toplayaq. -1 çıxılsın 6 bərabərdir -7. Deməli, bütün 4 elementlərimizin hamısını düzgün şəkildə tapdıq. Təkrar edirəm. Matrisi matrisə vuran zaman hasil elementində hansı elementi axtarırsınızsa, sətr indeksi birinci matrisin sətri, sütun indeksi isə ikinci matrisin sütununu göstərən elementləri vurub toplamaq lazımdır. Çünki burada sizin bəzi testlərinizdə tamamilə bütün hasilin hamısını istəməyə də bilər. Burada sizdən hər hansı bir element istəyə bilər. 13 nömrəli sualı izah edək. Fx bərabərdir 3x kvadrat çıxılsın 2x də gələk 5 çox hədlisinin qiyməti istənilir və bu zaman burada x olaraq A matrisi qəbul olunur. 3x kvadrat nə deməkdir? Yəni biz 3 A matrisini özünə vururuq. 3, 4, -1, 3, 2, 4. Bunlar bir-birinə vurulacaq. Sonra isə alınan hasil matrisin bütün elementləri hamısı 3'ə vurulmalıdır. Çıxılsın. 2 vurulsun matrisin özü yenə də -1, 3, 2, 4. Üzərinə gəlinsin 5 nə deməkdir? Yəni vahid matrisi 5'ə vurub, bu əvvəldən hesabladıqlarımızın üzərinə gəlməliyik. Vahid matrisdə bilirik ki, baş diaqonal elementləri 1 olub, yerdə qalan elementləri 0'a bərabər olan matrisdir. Yenə də mən burada bütün hesablamaların hamısını aparmasam olar. Burada bir dənə element tapsam və müqayisə etsəm ki, əgər ondan yoxdursa, deməli cavabım odur deyə bilərəm. Gəlin elə ən birinci elementi tapım. Birinci elementi tapmaq üçün birinci sətri birinci sütuna vurmalıyam. Birinci sətri birinci sütuna vurmalıyam. -1'i -1'ə vursam müsbət 1, 3'ü 2'yə vursam 6, müsbət 1 ilə də 6'ını toplasam eləyir 7. Və təbii ki, mən əgər bu elementi 3'ə vuracamsa, deməli, mənim burada dayanan elementim olur əslində 21. Sonra çıxmalıyam nəyi? Matrisin özünü 2'yə vurmalıyam. Matrisi ədədə vuranda matrisin bütün elementləri hamısı o ədədə vurulur. Deməli, 2'ni -1'ə vursam eləyər -2. 21'dən çıxmalıyam -2'ni. Üzərinə gələk. Daha sonra isə dedik ki, 5'i vahid matrisə vurmalıyıq. Yenə də matrisi bütün elementlərə vuranda, elementi matrisə vuranda onun bütün elementlərini vururlar. Deməli, mən 5'i bütün elementlərə vurmalıyam. O səbəbdən mənim birinci elementim 5 olacaq. Üzərinə gələk 5. Görək bizim birinci elementimiz neçə oldu? 21, üzərinə gələk 2, 23, üzərinə gələk 5, 28. 28 ilə başlayan əgər mənim yalnız bir dənə cavabım varsa, deməli bu düzgün cavabdır. Yox, əgər 2 dənə cavab varsa, onda mən digər elementdə taparam. Amma burada cəmi bir dənə cavab var, elə ona görə də o mənim düzgün cavabımdır. Yerdə qalan elementlərin hamısını da tapa bilərik. Zaten matrislərin vurulma qaydasını mən izah etdim. A kvadratını tapmaq üçün A matrisini öz-özünə vuracaqsınız. Bunu da əgər
digər elementləri tapmaq istəsəz, misalı tamamlaya bilərsiniz. Matrisin tərsini tapaq. Deməli, bu sualda matrisin tərsinin tapılması qaydasını izah edirəm. Bu iki ölçülü matrisdir. İki ölçülü matrisin tərsinin tapılması üçün ən qısa variantı izah edəcəm, sürətli variantı. Ümumiyyətlə, matrisin tərsinin varlığı deyə suallar soruşulsa, ilk növbədə matrisin tərsinin varlığı üçün bu matrisin determinantı sıfırdan fərqli olmalıdır, onu öyrənməliyik. Bu matrisin determinantı nəyə bərabərdir? Biz artıq iki ölçülü determinantın hesablamasını mən sizə göstərdim. Baş diaqonal elementləri bir-birinə vurulur və yan diaqonal elementləri bir-birinə vurulub çıxılır 1. Əsas determinant 1-ə bərabərdir, sıfırdan fərqlidir. Deməli, bu matrisin tərsi var. İndi isə biz onun tərsini tapaq. Matrisin determinantı onsuz da mənə lazım olacaq. Saxlayıram bunu kənarda. İki ölçülü matrisin tərsini tapmaq üçün ən qısa variant onun baş diaqonal elementlərinin yerini dəyişərlər. Yəni 3 ilə 5-in yerini dəyişirəm. Yan diaqonal elementlərinin isə işarəsini dəyişərlər. Yəni 7 idisə -7 oldu, 2 idisə -2 oldu. Və daha sonra bütün elementlərin hamısını determinantın qiymətinə bölərlər. Amma burada bizdə heç bir dəyişiklik olmayacaq. Çünki bütün elementləri biz 1-ə bölsək, yenə də həmin elementlər yaranacaq. 3 -2 -7 5 bizim düzgün cavabımızdır və biz matrisin tərsini tapdıq. A vurulsun B, B vurulsun A matrisini tapmalıyıq. Matrislərin vurulması xassəsinə istifadə edərək mən yenə də çalışacağım bu sualı sürətli həll etmək üçün birinci elementi tapım, ilk elementi. A vur B matrisində birinci elementi tapmaq üçün A1 elementi adlandırıram mən ona. Qaydanı dedik. Birinci elementi tapmaq üçün birinci matrisin birinci sətrini, İkinci matrisin birinci sütununa vururuq indekslərə uyğun olaraq. 1-i 2-yə vuracam, üzərinə gələcəm. 2 vurulsun 3. Bu vurmadım. 1 vur 2, 2, 2 vur 3, 6, 8. Birinci elementim 8 oldu. İndi B buranı tapmaq istəyirəm. Buna da məsələn B1 elementi demək istəyirəm. Əgər B-ni A-ya vururamsa, deməli bu zaman mənim ilk vuruq matrisim B matrisidir. O səbəbdən də mən B matrisinin sətrini A matrisinin sütununa vurmalıyam. Burada sizə xahiş edirəm, diqqətli olun, çaşqınlıq yaranmasın. Çünki mən burada B-ni A-ya vururam. Birinci vuruq olaraq nəyi götürürəmsə, mən sətirdə oradan götürməliyəm. İkinci vuruq olaraq hansı matris götürürəmsə, sütunu oradan götürdüyümə görə bu zaman B matrisinin birinci sətrini A matrisinin birinci sütununa vurdum. 2-ni vurmalıyam 1-ə, üzərinə gəlinsin, -1-i də vurmalıyam -3-ə. Yoxluyum, 2 vur 1, -1 vur -3, düz dedim. Bu da eləyir neçə? 5. Və sonra nə etməliydik? Onları toplamalıydıq. 8 ilə 5-i toplayanda neçə eləyir? 13. Yoxluyum. Əgər ikinci bir cavabım varsa, testi tamamlayacağım. İkinci cavabım yoxdursa, testi tamamlamasam olar. Amma var, 2 dənə cavab da var. Ona görə gəlin sonraki bir dənə də elementi tapım. Başqa bir elementi də tapım. 1-2 elementini tapmaq istəyirəm. 1-2. Tapım 1-2 elementini. A1-2-ni tapıram. A1-2-ni tapanda deməli nə etməliyəm? A1-2-ni tapmaq üçün A matrisinin birinci sətrini vurmalıyam B matrisinin ikinci sütununa. A matrisinin birinci sətrini B-nin ikinci sütununa. Birinci sətir ikinci sütun olduğu üçün. 1-i 2-yə vuranda 2, birbaşa deyəcəm bunu. Yox, düz eləmədim. 1-i -1-ə vuranda -1, 2-ni də 1-ə vuranda 2, üzərinə gələk 2. Bunun cavabı 1 elədi. İndi həll etməliyəm nəyi? İndi B2-1-i tapmalıyam. B2-1. B1-2. B1-2 nəyə bərabərdir? B matrisini A matrisinə vurduğunuza görə, B-ni A-ya vurduğunuza görə B-nin birinci sətrini A-nın ikinci sütununa vurmaq lazımdır.
Düzdür? Birinci sətrini ikinci sütuna. 2-ni 2-yə vuranda 4. Üzərinə gəlinsin. -1'i 2-yə vuranda -2. Bu da elədi 2. Deməli, mənim hasil cəm matrisimdəki A1 birinci sətr ikinci sütunda dayanan element 1 + 2 3 olmalıdır. 3 olmalı. Variantlara baxaq. Bəli, burada -3'dür. -3 olan səhvdir. Biz müsbət 3 almışıq. Müsbət 3 bizdə düzgün cavabdır. Davam eləyək. 16 nömrəli sual. 16 nömrəli sualda mən determinantın hesablanma qaydasını sizə izah edəcəm. Amma burada gəlin bu sualı üçbucaq qaydası ilə izah edirəm. Üç ölçülü determinantı necə hesablayarlar? Üç ölçülü determinantı hesablayanda birinci baş diagonal elementlərini bir-birinə vurarlar. 1'i 2'yə, onda 3'ə. 1 vur, 2 vur, S. Sonra üzərinə gəlinsin. Baş diagonala paralel şəkildə olan digər sətr və sütun elementləri 3B və üçbucaq qaydasına əsasən 3'ü B'yə vurdumsa, sonra da 2'yə vurmalıyam. 3 vurulsun, B vurulsun, 2. Üzərinə gəlinsin. Buradan zaten görünür hansı elementlər qaldı. Yenə də üçbucaq qaydasına əsasən yerdə qalan digər elementlər -1, -1 və A'ya vurulacaq. -1 vurulsun A. İndi çıxıram. Çıxmanı yerinə yetirirəm. Çıxmada nə etmək lazımdır? Baxaq. Bunları silim, rahat olsun. Çıxanda bu dəfə yan diagonal elementlərini bir-birinə vururam. Yan diagonal elementləri 2 vurulsun, 2 vurulsun A. Yenə də çıxılsın. Yan diagonala paralel şəkildə getmək lazımdır. B, -1 və -1. Çıxılsın. B vurulsun. -1 vurulsun. -1. Çıxılsın. Yenə də paralel şəkildə 3, -1 və S. 3 vurulsun. -1 və vurulsun S. İndi bunların hamısını hesaplamaq olar. 2'si üzərinə gəlinsin 6B. Üzərinə gəlinsin A. Çıxaq. 4'a. Üstə gəlmə olar yəqin ki burada B. Və üstə gələk 3C. Bərabərdir. A'lara baxaq harda var. A çıx 4'a, -3'a. 6B və B 7B. 2C və 3C, bu da elədi 5C. 5C. 3A, 3A, 7B, 5C. 3A, 7B, 5C. Aldığımız cavab tamamilə düzgün cavabdır. Ümumiyyətlə, yadda saxlayın ki, üç ölçülü determinantı hesablayanda hər sətirdən və hər sütundan yalnız bir element götürərlər. Hər sətirdən, hər sütundan yalnız bir element. Məsələn, mən ikinci sətirdən əgər bayaqları 3'ü götürmüşdümsə, üçüncü sətirdən B-ni götürmüşdümsə, deməli mən ikinci sətr və üçüncü sətri artıq istifadə etmişəm. Və yalnız bu zaman birinci sətr istifadə etməliyəm indi üçüncü element olaraq. Və birinci sətirdə də əgər sətrə aid dediklərim sütuna da şamil olunur. Birinci sütun, ikinci sütundan artıq mən elementlər götürmüşəm. Birinci sütundan və ikinci sütundan element götürmüşəm. Deməli, üçüncü sütundan qalan element yalnız burada 2 olur. Ona görə fikir verirsinizsə, burada belə bir üçbucaq qaydası yaranır. Həmişə vurduqlarınızı yoxlamaq üçün düzgün baxın ki, hər sətirdən eyni zamanda həm də hər sütundan yalnız bir element götürəcəksiniz. Sətri və ya sütunu ikinci dəfə istifadə etmək olmaz. Determinantı hesablayın. Yenə üç ölçülü determinantdır. Bu zaman isə mən bu sualda sizə determinantı sətir və yaxud da sütunu artırma yolu ilə hesablanması qaydasını göstərmək istəyirəm ki, yalnız diagonallar əmələ gəlsin, yəni üçbucaqlar əmələ gəlməsin. Bu zaman nə edirsiniz? Bu zaman matrisi özünü olduğu kimi götürürəm. A2, 3, B, -1, 0, C, 0, -1 yoxlayım. A2, 3, B, -1, 0, C, 0, -1. İki sütunu
İlk iki sütunu yadda saxlayın. Hansını istəsəz götürə bilməzsiniz. Ona icazəmiz yoxdur. İlk iki sütunu təkrar olaraq bir də yazıram. A, B, C, 2, -1 və 0. İndi artıq yalnız diagonallar əmələ gələcək və yalnız diagonallarla hesablama apara bilərik. Nə edirəm? A-nı vururam -1-ə, onu da vururam -1-ə. Görürsünüz, baş diagonalımız budur. Bu A eləyir. Üzərinə gələk. Paralel olaraq o birisi diagonal hansıdır? 2, 0, C. 0 eləyir. Üzərinə gələk. O birisi diagonalımız isə 3, B, 0. Bu da 0 oldu. Çıxılsın. İndi yan diagonala baxırıq. Çıxılsın. 3, -1, C. Bu eləyir -3C. Çıxaq. A, 0, 0. Elədi 0. Çıxılsın. 2, B və -1. Bu da elədi -2B. Bu da olacaq üstə gələk 2B. Cavabımıza baxaq. Cavabımız nədir? A 1 dənə idi. B-dən 2B var. C isə 3C oldu. Üstə gələk 3C. A 2B 3C. Bu da bizim düzgün cavabımız. Eyni şeyi sətirləri ilk iki sətirdən söhbət gedir. İlk iki sətri təzədən altdan yazmaqla həll edə bilərsiniz. Bir dənə də sualda o qaydanı izah edəcəm. 18-ci sual. Lambda parametrinin hansı qiymətində determinant sıfırdan fərqlidir deyilir. Əslində bu sualın cavabı aşkardır. Siz burada determinant həll eləsəz bir tənlik alarsınız və yazarıq ki, tənlik fərqlidir sıfırdan. Yəni qısa olaraq test kimi demək istəyirəm də. Yəni burada nəsə bir hesablama apardım. Yazıram ki, fərqlidir sıfırdan. Və lambdanın hansı qiymətini aldım. Yazıram ki, lambda fərqlidir həmin o ədəddən, məsələn A-dan. Və test cavablarına görsəz ki, lambdanın fərqli ifadəsi yalnız burada bir variantda var da, düzdür. Yəni məntiqli olaraq baxsaz elə bu bir dənə düzgün cavabdır. Çünki siz fərqliliyi axtarırsınızsa, fərqli olanda cavab budur. Amma həll etmək istəyirsinizsə, həllini bilmək istəyirsinizsə, mən bunun həllini, qaydasını göstərim. Üç ölçülü determinantı həll edək və bayaq dediyim kimi mən bunu sizə həll etmək istəyirəm sətirlərin təkrar yazmaqla. Amma yadda saxlayın, ilk iki sətri siz yalnız təkrar yaza bilərsiniz. 0, lambda 2, lambda 0, 1. Təzdən yazdım. Baxın, sətirləri təzdən yazdım. Sizdə yenə də yalnız diagonallar var. Yəni artıq üçbucaq qaydası deyil, yalnız diagonallar. 0, 0, lambda 0 elədi. Üzərinə gəlinsin. Lambda -1, 2. -2 lambda elədi. Üzərinə gəlinsin. Bir dənə də hansı qaldı? 2 lambda 1. Bu da 2 lambda elədi. Çıxılsın. Bu dəfə çıxmanı eləməliyik. Yenə də yan diagonallar. Yalnız yan diagonallar. 2, 0, 2. 0 elədi. Çıxılsın. 0, -1, 0. Bu da 0 elədi. Çıxılsın. Lambda. Burada nədir? Burada lambdadır deyəsən. Lambda, lambda və bir dənə də lambda. 3 dənə lambda oldu. Dəqiq yoxluyum. Bu birincidə lambda idi, bu da lambda idi. Hə, düzdür, lambda kubu olur. Nə olmalıdır? Fərqlidir sıfırdan. Görək burada necə bir tənlik alınıb. Necə bir tənlik alınıb, nə alınıb? Sıfırlar getdi, -2 lambda ilə müsbət 2 lambda getdi. Qaldı lambdanın kubu fərqlidir sıfırdan. Elə lambda da fərqlidir elə sıfırdan. Bu da bizim düzgün cavabımız. 19-cu sual. 19-cu sualda matrisi özünün transponirə olunmasına vurmaq lazımdır. Matrisin tərsi ilə matrisin transponirə olunması başqa-başqa şeylərdir. Bunları qarışdırmayın. A matrisi ilə matrisin özüdür. 1, 6, -3, -2. Matrisi transponirə etmək, yəni üzərində T hərfi görməyiniz, transponir etmək, onun sətri və sütununun yerini dəyişməkdir. Sətir və sütun elementlərinin yerini dəyişmək. 1, 6 sətirdə idisə, indi 1, 6 oldu birinci sütun. -3, -2 ikinci sətr idisə, indi -3, -2 oldu sütun. Yəni bu matrisi bir-birinə vurmalısınız. Matrisin vurulma qaydasına əsasən birinci elementiniz hansıdır? Birinci elementiniz birinci sətir, birinci sütun elementlərini bir-birinə vurub toplamaq lazımdır. 1-i 1-ə vurdum, 1 elədi. Üzərinə gəlinsin. 6-nı da 6-ya vurduz, 36. Birinci elementimiz oldu deməli 37.
lap gəlin altdakı elementdə tapım ya da ki, hansısa bir element tapa bilərəm. Amma cavab əslində hazır buradan görünür. 37 yalnız bir variantda var. Məsələn, bu hansı element idi? A11 elementi idi. İndi mən tutaq ki, A22 elementində tapmaq istəyirəm. 2-2. İkinci sətir, ikinci sütun. İkinci sətir, ikinci sütun elementi. -3'ü -3'e vuracağım. 9 eləyəcək. Üzərinə gəlinsin. -2'ni də -2'ye vuracağım. Eləyəcək 4. Oldu neçə? 13. Gəlin baxaq. Neçə variantda var? Baş diagonal elementləri 37 və 13 olan yalnız bir variantımız var. Bu da bizim düzgün cavabımızdır. Siz zaten o bir elementlərin tapılması qaydasını bilirsiniz. 20-ci sualı da izah edim. B matrisi 1, B 0, 1 matrisinin K'ya vurulmasıdır. Və bu zaman bizdən soruşulur ki, Bn nədir? Ya n dəfə matrisi öz-özünə vursaz nə alınır? Gəlin n'in 2 olan halı üçün biz bunu göstərək. N 2 olanda nə olar? Yəni B2, B2, B'ni öz-özünə vurmaq. K vurulsun 1, B 0, 1 vurulsun yenə də K vurulsun 1, B 0, 1. K'nı K'ya vurup K kvadrat deyib kənarda saxlaya bilərəm. B matrisinin özünə hasili necə bir matris olacaq baxaq. Birinci elementimiz birinci sətir, birinci sütun elementlərdir. 1'i 1'e vursaq 1 eləyər, B'ni 0'a vursaq 0 eləyər. Deməli birinci element 1 oldu. Birinci sətir ikinci element sütunu tapmaq üçün birinci sətiri ikinci sütuna vurum topluyum. 1'i B'ye vursam B eləyər, B'ni 1'e vursam o da B eləyər. Deməli burada 2B yarandı. 2-1'i tapmaq istəyirəm. 2-1'i, yəni ikinci sətiri birinci sütuna vuracağım. 0'ı 1'e vursam 0, 1'i 0'a vursam yine 0. Deməli burada 0 elementi yarandı. Və ikinci sətir ikinci sütun elementi üçün ikinci sətiri ikinci sütuna vurum topluyum. 0'ı B'ye vursam 0 eləyər, 1'i 1'e vursam 1 eləyər. Deməli belə bir matris yarandı. K kvadrat belə bir matris. Əgər iki halı üçün bunu almışıqsa, onda n üçün də deyə bilərik ki, burada K'nın qüvvətində n olacaq və B'nin də əmsalında n olacaq. Yəni olacaq K üstü n. Burada da 1, n vur B, 0, 1. Belə bir matris yaranır. Belə bir sual bir dənə A matrisi üçün də var. Yəni bundan bir dənə də sual olmalıdır. Deməli mən sizə 7-dən 20-yə qədər olan suallarda determinantın hesablanmasını, matrisin bir-birinə vurulmasını, matrisi iki ölçülü halda matrisin tərsinin tapılmasını, matrisin transponera olunmasını kimi sualları izah etdim. Sonra davam edərək yerdə qalan digər suallarda izah edəcəm.